Salam uşaqlar, xoş gördük sizləri. Bugün mən sizinlə naqillərin ardıcıl və paralel birləşdirilməsi mövzusundan olan, sizlərin də çətin hesab etdiyiniz 42-ci sualın həllinə baxacağam və sizlərə çalışdığım qədərilə onu asan yolla izah edəcəm. Məsələdə bizə deyir ki, sxemdəki ampermetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Biz bilirik ki, kənarda dayanan həmişə ən böyük hesab edilir. Ona görə də i1 ən böyük hesab edib keçirik digər ampermetrlərin göstərişlərini tapmağa. İkinci ampermetrə baxanda görürük ki, burada müqavimət sadəcə bir dənə erə bərabərdir. Amma üçüncü ampermetrə baxanda görürük ki, bura 2 dənə müqavimət qoşulubdur. Lakin bu müqavimətlər bir-biri ilə paralel qoşulubdur. Və biz də bilirik ki, paralel qoşulmağa görə bizim müqavimətlərimiz paralel qoşulubsa, müqaviməti həmin qoşulan müqavimətlərin sayına bölürük. Yəni, R bölünsün 2 ilə ifadə edilmiş olur. Bunu da 0,5 R kimi yaza bilərik. Aldığımız nəticədən görürük ki, burada bizim R2'miz R3'ümüzdən böyükdür. İ'nin göstərişini tapmağa çalışdığımız üçün i bərabərdir u bölü r düsturuna əsasən i'nin r-lə asılılığını görəndə i r-lə tərs mütənasib olduğunu görürük. Və biz bu yazdığımız hansı ki münasibət var, bunu i'yə görə tapmağa çalışsaq, bunun tamamilə əksini yazarıq i üçün. Çünki i r-lə tərs mütənasibdir. Və qıraqda yazdığımız, tapdığımız ampermetrin göstərişini də gətirib bunlarla düzəltsək, i1 ən böyük olduğu üçün onu başda yazarıq və digərlərini də onlara calaq etmiş olarıq. Həqiqətən də buradan da görürük ki, i1 həm i3-dən, həm i2-dən böyükdür. i3 də i2-dən böyük hesab edilmiş olur və düzgün cavabımız D variantına gedəcək. Siz də əgər fizika fənnini mənimlə bərabər sevmək, öyrənmək istəyirsinizsə, o zaman mənimlə dərslərə qoşulub dərslərimizə davam edə bilərsiniz.